Hər vaxtınız xeyir, əmək bazarının yenilikləri ilə tanış olmaq və iş tapmaq istəyənlər, işsizlikdir efirdədir. Hər hansısa bir sahədə iş təcrübəniz var ya yox, fərq etməz. Çünki həm dövlət, həm özəl şirkətlərdə müxtəlif tələbləri olan vakansiyaları sizin üçün seçmişik, birazdan təqdim edəcəyik. Təhsilini yarımçıq qoymağa məcbur olur. Həyatın axarı isə onu turizm sektoruna gətirib çıxarır. Bu sahədə biznesini qurur və uğur qazanır. Murad Kərəmovun həyat hekayəsinə nəzər salacağıq. Statistik göstəricilər onu deməyə əsas verir ki, əmək bazarında müqaviləsiz işləyənlərin sayı kifayət qədərdir. Bəs bunun təsadları nələrdir? Həm işçi, həm də işə götürən üçün hansı risklər yarana bilər? Mövzunu ətraflı müzakirə edəcəyik. Proqramımızın davamında studiyamızın qonağı ilə birlikdə. Ötən həftə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edildi. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun imzalayıb. Sənədə əsasən ata-anasını itirən və valideyn himayəsindən məhrum olan uşaqlara ümumi peşə, orta ixtisas, həmçinin ali təhsili bitirdikləri zaman ödənilən birdəfəlik müavinəti məbləği 2600 manat müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işə götürənlərin 40 min manatdan çox sosial xarakterli ödənişləri gecikdirdiyi müəyyən edilib. Görülən tədbirlər nəticəsində həmin vəsait işçilərə ödənilib. Bundan əlavə 7 işçinin əmək müqaviləsinə qanunsuz xitam verildiyi aşkarlanıb və onlar əvvəlki işlərinə bərpa olunublar. Bu hadisə bir daha onu göstərir ki, əmək hüquqlarınız qanunla qorunur və işçilərin haqları bərpa olunur. Lakin ən önəmlisi etibarlı və işçilərinə dəyər verən iş yerləri tapmaqdır. İndi isə baxaq görək, əmək bazarında hansı yeni fürsətlər var? İş axtaranlar üçün bu həftənin ən aktual vakansiyalarını təqdim edirik. Lənkəranda yerləşən Əlaçı Tədris MMC-də menecer vakansiyası var. Orta ixtisas təhsilli şəxslər müraciət edə bilərlər. Maaş 400 manat təklif olunur. Bravoda məhsul yerləşdirilməsi üzrə operator işi var. Ambar əməliyyatları və texnikası ilə bağlı təcrübəsi olanlar müraciət edə bilərlər. Nəqliyyat xidməti və naharı şirkət təmin edir. İş yeri Binə Ticarət Mərkəzi ilə üzbəyüz yerləşən Bravo mərkəzi ambardadır. Əmək haqqı isə 490 AZN və bonus da nəzərdə tutulub. EcoFood MMC-yə tələbəsçi axtarılır. 18-64 yaşlı şəxslər müraciət edə bilərlər. İş yeri isə Salyandadır. Maaş 400-450 manatdır. Azərsun Holding şirkətində mikrobioloq vakansiyası açıqdır. Ali təhsil və mikrobiologiya laboratoriyasında ən azı bir il iş təcrübəsi tələb olunur. Əmək haqqı isə razılaşma əsasında müəyyən ediləcək. Digər vakansiyalarımızı isə biz proqramımızın sonunda sizə təqdim edəcəyik. İş axtarışında olanlar diqqətiniz bizdə olsun. Təbii ki, iş tapmaq vacibdir, amma əsas məsələ həmin o işi rəsmiləşdirməkdir. Təəssüflər olsun ki, bugün ölkədə əmək müqaviləsi olmadan çalışanlar var. Bunu statistik rəqəmlər də təsdiqləyir. Belə ki, hazırda Azərbaycanda əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Lakin əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 749 min nəfərdir. Bu isə o deməkdir ki, işləyən vətəndaşların cəmi 35% əmək müqaviləsi ilə çalışır, yerdə qalan 65% isə müqaviləsiz işləyir. Yəni, hər 100 nəfərdən 65-i heç bir yazılı saziş olmadan çalışır. Bəs əmək müqaviləsi olmadan çalışmaq hansı problemlərə yol açır? Süjetimizdə bu haqda danışılır. İşçi ilə işə götürən arasında əmək müqaviləsinin bağlanmasında təəssüf ki, problemlər hələ də yaşanır. Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqasının sədri Sahib Məmmədov deyir ki, bəzi işə götürənlər müqavilə bağlamaqda maraqlı olmurlar. İşləyənlərlə bağlı sui-istifadə hallarına yol verirlər. Bu, həm də ikili mühasibatlıq deməkdir. Rəsmi statistikaya görə 5 milyon nəfərə qədər məşğul insan var da, yuvarlaq deyirəm. Amma əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 800 mini keçmir. Onu da çoxu dövlət sektorunu əhatə edir. Bu, o deməkdir ki, yəni bizdə əmək müqaviləsi olmadan çalışanlar da var.
Məsələn, bunlar bu məşğul insanların bir qismi pay torpaq sahəsi olanlardır ki, bunların yəni ya o torpaqdan istifadə edir, etmir, məşğul sayılır, amma əmək müqavilələri yoxdur. Ailə kəndli təsərrüfatları var ki, burada əmək müqavilələri yoxdur. Ondan sonrasına mülki hüquq müqavili ilə işləyənlər var ki, bu əmək müqaviləsi deyil. Mülki hüquq müqavilə tamam başqa bir şeydir, amma məşğuldur. Və yaxud da özünə məşğul insanlar var ki, vergi uçotundadır, vöyünü var. İş təkcə bununla bitmir. İşə götürən və işçi arasında sonradan yaşanan digər problemli məsələ əmək haqqına olan münasibətdir. İndi sui-istifadə çoxdur. Əksəriyyət iş göstərilən xidmət daimi xarakterlidir, amma əmək müqaviləsinin müddətli bağlayır işə götürənlər. Bununla işçini özündən asılı vəziyyətə salır. Bu geniş yayılmış bir praktikadır. İşə götürənlər belə bir manevr edir ki, deyir ki, mən sənə əgər 1000 manatı versəm, yazsam onu, səndən ondan vergi tutulacaq, sosial ödəmələr tutulacaq, az qalacaq. Həvəsləndirirlər işçini, amma sonunda işçi itirmiş olur. Niyə itirmiş olur? Birincisi, istehsalata bədbəxt hadisə və peşə xəstəliyi baş verəndə ona dəymiş zərər hesablanacaq o fiks olunmuş əmək haqqı ilə. Pensiya yığım kapitalı gedir həmin vəsaitlə. Digər sosial sığorta hadisələri ki, baş verir, onlar da məsələn müvəqqəti əmək qabiliyyətini itirməkdir, doğuşa və hamiləliyə görə sosial məzuniyyətə getdiyi halda ona bütün müavinətlər ödənilir. Müqavilədə göstərilən demək əmək haqqından və nəticədə işçi uduzmuş olur. Tərəflərin bu müqavilədə qarşılıqlı öhdəlikləri barədə məlumatlara gəlincə, burada işçinin iş yeri, vəzifəsi, əmək funksiyası, maaşı və ona əlavələr, məzuniyyətin müddəti, sosial, həmçinin digər vacib məsələlər öz əksini tapmalıdır. Bu tələblərdən kənara çıxmalar, əməl edilməmələr də qanunla tənzimlənir. Bununla bağlı cərimələr də nəzərdə tutulub və hətta bir neçə dəfə cərimə edildikdən sonra, xəbərdarlıq edildikdən sonra işə götürən əgər öz rejimini belə deyək ki, tənzimləmirsə, bununla bağlı hətta müəyyən deyək ki, azadlıqdan məhrum etmə cəzaları da tətbiq edilə bilər. İşlə təminlə bağlı qanunvericilik və müddəalar hansı məsələləri nəzərdə tutursa, hansı müddəaları, bütün bunlar tətbiq edilməlidir. Burada işçinin hüquqlarından da söhbət gedir, burada işçinin məzuniyyətindən də söhbət gedir, burada işçinin əmək haqqından da söhbət gedir, hüquqlarından söhbət gedir, eyni zamanda qanunlar qarşısında cavabdehliyindən də söhbət gedir. Həm işə götürənin, həm də işçinin. Qeyd edək ki, əmək müqaviləsi bağlanandan xitam verilənədək işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Əmək Məcəlləsinə görə müqavilənin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi də yol verilməzdir. Əslində onun həyat planları başqa cür idi. İş adamı olmaq fikrində deyildi, hərbiçi olmaq istəyirdi. Lakin bir anlıq təhsilini yarım qoyub turizm sektoruna yönəlir və öz biznesini məhz bu sahədə qurur. Belə bir qərar verməsinin səbəbini isə Murad Kərəmovun öz dilindən eşidək. Nəsildə hamı sevinirdi ki, artıq bizim nəsildən də kosmonavt çıxacaq. Təbii ki, oyunda iki tərəfdən biri kimsə uduzmalıdır da. Bəxtim gətirdi. Yaxşı vaxtda, yaxşı yerdə oldum. Universitet vaxtı elə bir ay oldu ki, misal üçün bir ayda 20 min manat yəni ki, pul qazandım. Keçmiş günlərdə baş vermiş istənilən hadisə, gələcək yaxşı hadisənin təməlini qurmuşdur. Dostum var idi, hal-hazırda da hərbiçidir. Mingəçevirdə biz bir yerdə, yəni ki, idmana gedirdik. Hərbi oyunlar var, yəni onlarda iştirak edirdik. Hərbini o qədər sevdik ki, biz gələcəyin generalları olmağa qarşımıza məqsəd qoyduq və bu səbəbdən də hərbi liseyə daxil olduq. Belə bir xəbər yayıldı ki, ABŞ-da ilk olaraq hərbi sahə üzrə bakalavr dərəcəsini almağa kursantlar göndəriləcəkdir. Ora qəbul olmaq üçün 24 saatın, yəni 22 saatını oyaq qalmalı olurdum. Yəni cəmi Qustkada 2 saat yatırdım. Bu təxminən 5-6 ay hazırlaşdım. 2600 nəfər idi səhv eləmirəmsə həmin dövrdə biz liseydə oxuyan və onların da içərisində 2 nəfər qəbul olduq. Mən qəbul oldum Air Force Academy
və orada Aerospace Sciences fakültəsi var idi. Nəsildə hamı sevinirdi ki, artıq bizim nəsildən də yəni kosmonavt çıxacaq. General bildirdi ki, yəni nə olsun ki, qəbul olunmusan, yəni bu il getmirsiniz, gələn il olacaq. Siz olmayacaqsınız, başqaları olacaq. Yəni çox rahatçılıqla, yəni belə insanı belə dedik də, əşya kimi əvəzləmək tərzində davrandı. Dedim, onda mən çıxıram hərbidən. Komandirimi acıladı. Hətta orada bir o ifadədə yadımdadır ki, bu tərbiyəsiz kursantı niyə gətirmisən mənim yanıma? Yəni haqqımı tələb etdiyimə görə tərbiyəsiz hesab edildim həmin vaxtda. Qərara gəldim ki, İqtisad Universitetinə qəbul olum. İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirdikdən sonra hətta orada təhsil alan müddətdə turizm fəaliyyətinə məşğul olurdum. Bir gün oturmuşduq, yəni qrup yoldaşlarımızdan bəziləri, yəni İsmailliyə, ümumiyyətlə də rayona gedib istirahət etmək barədə müzakirə edir. Yəni bir neçə gündür artıq bu müzakirələr gedir, amma ortalıqda bir şey yoxdur da bir qərara gələ bilmirlər. Və gəldim, dedim ki, mən sizin üçün bu işi təşkil eləyərəm. Qiyməti 15 manatdan adam başı yığın verin mənə. Qrup yoldaşlarımdan sonra patok yoldaşlarım, digər universitetlər, yəni artıq o yerə gəldi ki, biz mühazirə vaxtı bir dərsdə qapı 4 dəfə məndən ötürü döyülürdü. Ki, bəs Kərəmova olar. Mən də yaxınlaşırdım. Bəs pulu biz yığmışıq, bizim qrupu da apara bilərsən. Artıq yəni 4-cü dəfə qapı döyüləndə müəllim soruşdu ki, bu nədir? Səni hamı çağırır, pul verir falan. Nə işlə məşğulsan sən? Dedim ki, bəs belə-belədən. Bizim müəllimləri də apara bilərsən. Universitet vaxtı elə bir ay oldu ki, misal üçün bir ayda 20 min manat yəni ki, pul qazandım. Bir həftədə misal üçün 8-9 avtobus hərəsində 45 nəfərlik. İkisi Qubaya göndərirdim, ikisi Qəbələyə falan. Yəni bunun koordinasiyasını düzüb. Bu da ki, təbii ki, bütün bu işlərin idarə edilməsinə görə mən hərbiyə borcluyam. Bir rəqib yox idi deyə, bəlkə də ona görə bəxtim gətirdi. Yaxşı vaxtda, yaxşı yerdə oldum. Pandemiyadan sonra kifayət qədər əslində turizmdən küsmüşdüm. Qərara gəldim ki, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olum və 29 min dollarlıq təxminən xaricdən tinkləri, yəni Blueberry-nin tinklərini sifariş elədim. Xəbər yayıldı ki, bəs müharibə başlayıb. Xaricdəki partnyor'a yazdım ki, bizdə müharibə başlayıb və təbii ki, müharibə vaxtı komendant rejimi olur falan, sərhədlər bağlana bilər, mənim malım gəlib sərhəddə qala bilər. Onlar ziyana düşdü buna görə, təəssüflər olsun, amma təbii ki, oyunda iki tərəfdən biri kimsə uduzmalıdır da. O 29 min dolları da mən götürdüm, təzədən Qalacıqdakı torpağımı böyütdüm. Dostuma dedim ki, bəs belə bir layihə var, bu layihəyə yatırım elə, 2 kotecdən başlayaq. Biz yekunlaşdırdıq, 2 dənə koteci yerləşdirdik. Mənə xaricdən zəng gəldi, Qətərdən. Detalları soruşdu, bütün şərtləri soruşdu, əməkdaşlıq şərtlərini və artıq birdən-birə dedi ki, bağışlayın, sizin familiyanız Kərəmov deyil ki, dedim ki, bəli. Kərəmov mən tanımadımmı falan belə. Zəng gələndə dostum olduğunu bilmirdim. Daha doğrusu yəni bir yerdə hərbidə oxuduğumuz yəni yoldaş olduğunu bilmirdim. Dedim, mən 2 aydan sonra gələcəm, yəni yaxşı ki, bu layihədə sən varsan, tanıdığım insandır, mən yatırım eləyəcəm. İkinci dostum tərəfindən yatırımdan sonra artıq bizim 4 kotecimiz oldu. Və bundan sonra artıq investorlar özləri zəng eləməyə başladı və bugünkü gündə 17 kotecimiz var. İstənilən bir sahəyə girməmişdən öncə onu araşdırmaq, yaxşı dərindən araşdırmaq lazımdır. İstənilən motivasiya bir gün çökməyə, sönməyə doğru gedə bilər. O motivasiyanı
sönən vaxtlarında sadəcə olaraq sizi o məqsədə çatdıran vasitə nizam-intizamdır təbii ki. Beləliklə də heç vaxt təslim olmayın. Keçmiş günlərdə baş vermiş istənilən hadisə gələcək yaxşı hadisənin təməlini qurmuş olur. İşçi ilə işə götürən arasındakı münasibətlər qanunvericiliyə əsasən bilirik ki, əmək müqaviləsi ilə tənzimlənməlidir. Lakin bəzi hallarda işçilər müqaviləsiz işləyir. Bu isə onların hüquqlarının pozulmasına və gələcəkdə ciddi problemlərlə qarşılaşmalarına səbəb olur. Mövzunu vəkil Şaiq Mirzəyevlə müzakirə edəcəyik. Risklər və mümkün həll yolları barədə danışacağıq. Xoş gəlmisiniz, hər vaxtınız xeyir olsun. Şaiq müəllim, statistik göstəricilər onu deməyə əsas verir ki, hazırda ölkədə əmək müqaviləsi ilə çalışmayanların göstəricisi daha üstündür və bu da o deməkdir ki, qeyri-rəsmi əmək bazarı böyük paya sahibdir. Sizcə bu fərqin yaranmasına səbəb nədir? Bir çox hallarda işə götürən qanunvericiliyin tələblərini və öhdəliklərini artıq maddi yük kimi qiymətləndirir deyə bundan çəkinirlər. Yaxşı haldır ki, artıq son zamanlar əmək müqaviləsi kağız daşıyıcı üzərində deyil, elektron müqavilə üzərində öz təsdiqini tapır. Təsvir olsun ki, bəzən vətəndaşlar özləri buna bir növ səhlənkar yanaşırlar. Laqeyd yanaşırlar. Çünki bizdə bir ənənəvi belə deyək də olub ki, əmək müqaviləsi bağlayır və bir qayda olaraq bu işə götürən özündə saxlayır. Amma işçi o əmək müqaviləsini zaten heç bəzən oxumur da. Oxumalıdır, diqqətlə tanış olmalı. Çünki əmək müqaviləsi əmək münasibətlərini təməlini yaradan bir sənətdir. O formal bir kağız daşıyıcısı deyil və formal bir sənət deyil. O münasibətləri bərkidən və bütün rejim işçi ilə işə götürən arasında bütün münasibətləri, hüquq və vəzifələri, öhdələri yaradan və bərkidən bir sənətdir. Biz məlumat versək izləyicilərə, əgər bugün şəxs əmək müqaviləsi ilə çalışmırsa, gələcəkdə hansı problemlərlə qarşı-qarşıya dura bilər və nələrdən məhrum ola bilər? Sosial sığortası, pensiya kapitalı, analıq və ya xəstəlik məzuniyyətlərinə əlaqəli təminatı, məhkəmədə əmək haqqının tələb hüququ müdafiəsi zəifləyir. Əslində qalsa, əmək müqaviləsi təkcə işçinin hüquqlarını müdafiə eləmir. Əsasən işçinin hüquqlarını müdafiə edir. İşə götürənin tərəfləri də var burada. Təbii ki, burada işə götürən də özünün də öz hüquqları var. Yəni, işçi tərəfindən vurulan hər hansı bir maddi zərər, işçinin vaxtında və lazımlı qaydada vəzifə öhdəliklərinin yerinə yetirilməsi, işçinin məsuliyyəti işə götürən qarşısında hesab edirəm ki, burada hər iki tərəf udubur. Bəs işə götürənlər yaxşı, onlar tərəfdən yanaşmış olsaq, onlar niyə məsuliyyətsiz yanaşır o zaman bu məsələyə? Maddi yükə görə və tez, belə deyək də, problemsiz insandan ayrılmaq üçün. Bəs onlar hansı məsuliyyət daşıyır işə götürənlər? Əgər bir işçini müqaviləsiz olaraq işlədirsə, qanun bu mövzuda necə yanaşır onlara? Qanunvericilik açıq şəkildə əmək müqaviləsi və kontrakt olmadan işçini çalışdırmaq, hər hansı bir iş və ya xidmət göstərmək İnzibati Xətalar Məcəlləsində cərimə üzərində göstərir. Deyək ki, fiziki şəxslərə səhv etmirəmsə 1000 manatdan 2000 manata qədər, vəzifəli şəxslərə 3000 manatdan 5000 manata qədər, hüquqi şəxslərə 20000 manatdan 25000 manata qədər cərimə tətbiq oluna bilər. Bu hal sistematik xarakter daşıyırsa və xeyli miqdarda, deyək ki, 10 nəfərdən çox işçini əhatə edirsə, bu artıq cinayət məsuliyyətinə gətirib çıxarda bilər. Azərbaycanda əmək müqaviləsi olmaması daha çox hansı problemlərə gətirib çıxarır? Yəni, hazırda real vəziyyətə baxmış olsaq, müqaviləsiz işləyən işçilər ən çox hansı problemlərlə üz-üzə qalır? Müqaviləsi, bilirsiniz, vətəndaşın əmək müqaviləsi işləmədən bu fərdi bir problem deyil. Vətəndaşın bir problemi deyil. Bu sosial bir təhlükəli bir problemdir. Yəni, bir vətəndaş əmək müqaviləsiz işləyirsə, demək olar ki, onun bütün qanun üzrə əldə edə biləcək hüquqdan məhrum olunur. Tələb hüququndan, məhkəmədən mübahisələndirmədən. Yəni, işində sabah bir problem yaşansa, heç bir hüququ olmur, heç bir şey tələb edə bilmir. Hətta işdə bir qəzalı hadisə baş versə belə, onun orada rəsmi işləməsi artıq sual altındadır. Və təcrübədə, məhkəmədə bir acınacaqlı bir hallara rast gəlirik ki, insan əmək müqaviləsi olmadan çalışır və yaxud insan əmək müqaviləsi bağlayır
və əmək haqqısına diqqət yetirmir. Aylarla insan əmək haqqı alır. Deyək ki, 500 manat. Mübahisə yaranır, işçi ilə işə götürən arasında mübahisə yaranır, işə götürən xitam verir, hansı əsaslarla fərq etmir. İşçi iddia qaldırır kompensasiya ilə bağlı və əmək haqqının yetərincə olmaması ilə əlaqədar. Hakim sual verdikdə ki, axı sənin kartı və hər ay, deyək ki, 500 manat pul otururdu əmək haqqın. Sən bilirdin ki, bunu? Deyir, mən oxumamışam əmək müqaviləsini, bilmirdim. Yəni, qəribəlik odur ki, vətəndaş bəzən təməldən öz hüquqların pozulmasında özü bir növ razılaşır. Bu da ona gətirir, çıxardır ki, artıq o hüquq tərəfindən, öz hüquqlarını hansısa vəkil tərəfindən və yaxud özü tərəfindən müdafiə olan hissəsində zəifləyir. Məsləhətimiz, tövsiyəmiz olardı ki, hər bir əmək müqaviləsi işçi tərəfindən diqqətlə oxunmalıdır. Əsasən hansı məqamlara diqqət etmək lazımdır? Əmək müqaviləsinə imza atarkən şəxs daha çox hansı bəndləri xüsusi qeyd etməlidir? Müqavilə uzun olur, bəzən səbri çatmır insanın həmin o müqaviləni oxumağa, amma əsas vacib məqamlar hansılardır? Əmək müqaviləsinin predmeti işçi ilə işə götürən arasında işin adıdır, işin xarakteridir, işin rejimidir. Vəzifəsidir, tutduğu vəzifəsidir, vəzifə öhdəlikləri də hansı işi görəcək, o gördüyü işin hansı saatlarda işləyəcək, istirahət günləri orada da nəzərdə qeyd olunur. Bəzən şəxslər öz aralarında danışırlar, razılığa gəlirlər və daha sonra işə götürən deyir ki, müqaviləyə imza at. Amma müqaviləni şəxs oxumadan imzalayır ki, öz aramızda danışıq, razılıq əldə eləmişik, maaş məsələsi və digər məsələlər danışılıb. Amma müqavilədə başqa bir şey də qeyd oluna bilər. Təəssüflər olsun ki, belə hallar rast gəlir və işçi bir növ o etibarını göstərmək üçün işə götürən qarşısında oxumadan, diqqət yetirmədən şifahi razılaşma əsasən qol çəkir və zənn edir ki, artıq danışığımız hamısı o müqavilədə əks olub. Halbuki belə olmur çox hallarda və yaxşı olar ki, vətəndaş, hər bir işçi qəbul etdiyi işdən fərqi etmədən o diqqətlə əmək müqavilələrinin şərtlərini oxumalıdır. Əmək müqavilələrinin predmeti, onun tutduğu vəzifə, gördüyü iş, vəzifə öhdəlikləri, əmək haqqısı, əlavələr, istirahət günləri, saatları, bütün əsas şərtlər görünməlidir. Gəlin bu haqda da danışaq ki, ümumiyyətlə daha çox hansı sahələrdə bu problem yaşanır, hansı sektorda müqaviləsiz işləyən işçilərin sayı daha çoxdur? Bir qayda olaraq mütəxəssislər üzərində bu problem demək olar ki, yoxdur. Ali savadlı, mütəxəssis, peşəkar, vəzifə daşıyıcıları, onlarda mən bu problemə rast gəlməmişəm. Yəni, mən eşitməmişəm ki, hansısa mütəxəssis, peşəkar, ali savadlı insan əmək müqaviləsiz çalışır. Bu daha çox kütləvi xarakter daşıyan tikinti sahələrində, daha çox fəhlələr, daha çox xadimələr, daha çox sürücülər, təəssüflər olsun ki, bəzən işə götürən başa düşmür ki, öz balansında, şirkətin balansında olan avtonəqliyyat vasitəsini əmək müqaviləsi olmadan sürücüyə verdikdə, artıq qəza törədikdə o hüquqi şəxs özü məsuliyyət daşıyacaq, nəqliyyat sahibi məsuliyyət daşıyacaq və onu əmək müqaviləsiz çalışdırdığı üçün digər bir məsuliyyət daşıyacaq. Bir misal gətirim sizə, bu yaxınlarda Xətai rayonunda baş vermişdi. Orada tikintilər idi, o rayon olaraq görsək, daha çox aktiv o Xətai rayonunda bu dəqiqə tikintilər çox gedir. Bir kütlə olaraq gəlirdi orada polis bölməsinə ki, bəs bizi işdən çıxardıblar. Mən təsadüf bir şahidi oldum, başqa bir işlə əlaqədar getmişdim polisə. Soruşduqda heç birində əmək müqaviləsi yox edir. Heç birində. Yəni, sadəcə bugün o, üzr istəyirəm ifadəmə görə, o çörək pulumu qazanım deyə məcburən razılaşırlar. Amma burada vicdanlı bir məsələ var ki, işə götürən Azərbaycan Respublikası qanunvericinin tələblərinə əməl eləməlidir. Bəli. O insan deyək ki, savadı çatmırsa, o insanın, yük işə götürən əlbəttə ki, o insanın biliyi yoxdursa, məlumatı yoxdursa, halbuki qanunu bilməmən məsuliyyətdən azad eləmir. Amma vicdanlı bir baxımdan ki, axı sən bilirsən bunu. Sən işə götürənsən, sən bunu bilirsən, səndə sistem var, struktur var, mühasib var, hüquqşünas var. Sən bunu bilirsən. Bilərəkdən bunun pozulması təbii ki, o xoşa gəlməz insanın kütləvi, insanların kütləvi əmək hüquqlarının pozuntusuna gətirib çıxardır. Təbii ki, hər kəs işinə doğru, düzgün şəkildə vicdanla yanaşmış olsa, düşünürük ki, nəinki bu, digər sahələrdə də heç problem ortaya çıxmaz. Çox sağ olun, təşəkkür edirik sizə mövzuya münasibət bildirdiyiniz üçün. Hazırda isə proqramımızı mövcud vakansiyalarla davam etdiririk.
Azərbaycan Respublikası Dövlət Neft Fondu İnvestisiya Departamentinin təhlilçisi vakansiyasını təqdim edir. Namizədlərdən ali təhsil, minimum 3 il iş təcrübəsi, Azərbaycan, rus və ingilis dillərində sərbəst bilik tələb olunur. Magistr dərəcəsi və beynəlxalq maliyyə sertifikatlarına sahib olmaq isə üstünlüydür. Əmək haqqı razılaşma əsasında müəyyən ediləcək. Müraciətlər 15 aprel tarixinədək qəbul olunur. Rabitə Bankın Tovuz filialında kredit meneceri vakansiyası var. Ali təhsilli 25-40 yaşlı şəxslər müraciət edə bilərlər. Əmək haqqı isə 1000-1700 AZN təklif olunur. İş axtarışında olanlara növbəti vakansiyanızı təqdim edirik. InvestHome şirkəti satış meneceri vakansiyasını elan edir. Vəzifə 20-35 yaş aralığında ali təhsilli namizədlər üçün nəzərdə tutulub. Azərbaycan dili mütləqdir. Rus və ingilis dillərində bilmək isə üstünlük hesab olunur. Maaş 1000-1500 manat təklif olunur. Aksiz Bankın Lökbatan filialında mikro və agro müştərilər üzrə kiçik mütəxəssis vakansiyası aktivdir. Ali iqtisadi təhsilli bank sektorunda çalışmaq istəyən namizədlər bu iş üçün müraciət edə bilərlər. Əmək haqqı isə razılaşma əsasında müəyyən ediləcək. Xırman MMC-də ekspeditor vakansiyası aktivdir. Satış bacarığı olan, təcrübəli və şəxsi avtomobili olan namizədlər bu iş üçün müraciət edə bilərlər. Yanacaq xərci şirkət tərəfindən qarşılanacaq. Əmək haqqı 700-1500 AZN aralığında dəyişir. Azprotein Foods şirkətinə keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə aparıcı mütəxəssis axtarılır. Ali təhsilli və minimum 5 illik iş təcrübəsi olan şəxslər bu iş imkanını dəyərləndirə bilərlər. Rus və ingilis dili biliyi arzu olunandır. Maaş 1500-1800 manat aralığındadır. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bilet kassiri vakansiyasını elan edir. İş üçün ümumi təhsil tələb olunur. İş yeri Yevlax və Şəkidədir. Rus və ingilis dili biliyi olanlara, eləcə də bölgə sakinlərinə üstünlük veriləcək əmək haqqı razılaşma yolu ilə. Azal regional hava limanları üzrə dispetçer vakansiyasını elan edir. Vakansiyaya müraciət üçün namizədlərdən ali təhsil, Azərbaycan və ingilis dillərində sərbəst bilmələri tələb olunur. İş yeri üzrə bölgə sakini olan namizədlərə üstünlük veriləcək, əmək haqqı isə razılaşma yolu ilə. Dost Agentliyi İnsan Resurslarının İdarə Edilməsi Departamentinə şöbə müdürü vəzifəsinə vakansiya elan edir. Vakansiyaya qoyulan tələblər isə bunlardır. Ali təhsil, müvafiq sahədə ən azı 4 il iş təcrübəsi. Rus və ingilis dili bilənlərə isə üstünlük veriləcək və bugünə olan son vakansiyamızı sizə təqdim etmək istərdik. Green Tech şirkəti baş mühasib vakansiyasını təqdim edir. Qoyulan tələblər isə bunlardır. Ali təhsil və analoji sahə üzrə 5 il iş təcrübəsi. Əmək haqqı isə 3000-3500 manat arasında dəyişir. Əgər sözü gedən vakansiyalara özünüzə uyğun namizəd hesab edirsinizsə, CV-lərinizi vakansiyaların tələblərinə uyğun şəkildə hazır edib birbaşa olaraq şirkətlərin ünvanına göndərə bilərsiniz. Sizə təqdim edəcəklərimiz bunlar idi. Növbəti həftə yeni vakansiyalar, iş tapmaq və işini dəyişmək istəyənlər üçün yeni təkliflərlə qarşınızda olacağıq. Bizi sosial platformalarda da izləyin. Əmin olun ki, hansısa iş sizlikdir.